Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən Kaspi Test Bankından impuls, enerji, saxlanma qanunları və mexaniki iş güc mövzusunun 51-dən 100-ə qədər olan testlərin izahını verəcəm. 51-ci testdə deyilir. Yaylı tapancadan üfüqi istiqaməti atəş açılır. Güllənin başlanğıc kinetik enerjisinin yayın sıxılmasının modulundan asılılıq qrafiki hansıdır? Maraqlı bir test nümunəsidir. Burada əvvəlcə baxaq görək yayın sıxılması. Baxırıq. Bu bizim yayımızdır. Yay hal-hazırda bu vəziyyətdə sıxılmış vəziyyətdir. Sıxılmış vəziyyətdədir. Biz bilirik ki, yay sıxıldığı anda ancaq və ancaq, yəni maksimum sıxılır və bu da güllə deyək. Bu da bizim gülləmizdir. Tabancada yay hal-hazırda maksimum sıxılır. Sıxıldığı anda güllənin sürəti sıfıra bərabər olduğuna görə, onda həmin güllənin kinetik enerjisi də nəyə bərabərdir? Sıfıra bərabər. Onda həmin enerji, tam enerji ancaq və ancaq sıxılmış elastik yayın potensial enerjisinin üzərinə düşür. Mən də bilirəm, sıxılmış elastik yayın potensial enerjisi kx kvadratı bölünsün 2 düsturuyla hesablanılır. Onda bəs açılmış vəziyyətdə buna baxsaq, gəlin açılmış vəziyyətdə baxaq. Görəsən açılmış vəziyyətdə necə olacaq bu şəkil? Bir dəqiqə burada yayı götürək. Açılmış vəziyyətdə baxacağıq. Deməli, bu bizim yayımızdır. Açılmış vəziyyətdə baxaq. Açılmış yay açılmış vəziyyətdə hal-hazırda. Maksimum açıldı. Bax, bu da bizim gülləmizdir. Bu vəziyyətdə cismin yayın potensial enerjisi, yəni maksimum açıldığı vəziyyətdə potensial enerjisi nəyə bərabərdir? Sıfıra. Onda tam enerji ancaq açılmış yayın daha doğrusu güllənin başlanğıc kinetik enerjisinə bərabər, yəni Y kinetik sıfıra bərabərdir. Y kinetik sıfıra bərabər olduğundan biz də bilirik ki, enerjinin saxlanma qanununa görə buradakı tam enerji nədirsə, buradakı tam enerji də nədir? Eyni olacaq. Onda mən deyə bilərəm, Y kinetik sıfır bərabərdir Y tama. Tam enerjidə Y potensial deyildi mi? Yayın potensial enerjisi. Onda potensial enerjinin də düsturunu biz bilirik. Y kinetik sıfır bərabər kx kvadrat bölünsün 2-dir. Buradan da belə nəticəyə gəlmək olar ki, kinetik başlanğıc kinetik enerji yayın sıxılması ilə, yəni maksimal sıxılması ilə necə asıldır? Düz mütasib, yəni kvadratik düz asıldır. Doğru cavab hansı variant olacaq? Y variantı. Növbət testimiz 52-ci testdir. Cismə təsirdən ağırlıq qüvvəsi müsbət iş görərsə. Bax, burada diqqət edək. Müsbət iş görərsə deyirsə, deməli, kinetik enerji artır. Yəni, delta Y kinetik sıfırdan böyükdür. Yəni, kinetik enerji nə edir? Artır. Amma əksinə, potensial enerji nə edəcək? Potensial enerji, delta Y potensial sıfırdan kiçikdir. Yəni, azalır. Aslında bu kinetik və potensial enerji haqqında teoremdir. Onun deyil, kinetik və potensial enerjiləri necə dəyişir? Elə biz nə soruşursak, deməli onu yazmışıq. Kinetik enerjisi artar, potensial enerji isə nədir? Azalar. Var mı elə variant? Artar, azalar. Doğru cavab hansı variant oldu? Deməli, C variantı olacaq. Müxtəlif düz xəttli hərəkətdə cismin təsir edən qüvvənin koordinatdan asılı qrafiki verilmişdir. Bu qrafik əsasın hansı kəmiyyətləri müəyyən etmək olar? Biz bilirik də F-in X-dən asılı qrafikində qrafikin altında yaranan fiqurun sahəsi, yəni bu fiqurun sahəsi bizə nə verir? Görülən işə bərabərdir. Yəni A-ya bərabərdir. S fiqur bərabərdir A. Deməli, biz nəyi hesablaya bilərik? İşi hesablaya bilərik. Kinetik enerjinin dəyişməsi də görülən işə bərabərdir. Kinetik enerjinin dəyişməsini də hesablaya bilərik. Cismin kinetik enerjisini hesablaya bilərikmi? Cismin kinetik enerjisini xeyr, hesablaya bilmərik. Çünki başlanğıc kinetik enerji anlayışı var. Onun üçün son kinetik enerjisini hesablaya bilmərik. 53-də hansı variant olacaq? D variantı olacaq. 54.
Kinetik enerji haqqında teorem hansıdır? Biz bilirik ki, kinetik enerji haqqında teoremə görə kinetik enerjinin dəyişməsi görülən işə bərabər. Yəni A bərabər delta Y kinetik. A da bərabərdir. Delta Y kinetikini də açsaq, Y kinetik minus Y kinetik 0 olacaq. Və yaxud da Y kinetik 2 minus Y kinetik 1 olacaq. Doğru cavab hansı variantı oldu? A variantı. Potensial enerji haqqında teorem. Potensial enerji haqqında teoremə görə potensial enerjinin cismə təsir edən qüvvənin əvəzləyicisinin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. A bərabərdir mənfi delta Y potensialdır. A bərabərdir. Delta Y potensialdır. Biz bilirik də delta Y potensial nəyə bərabər idi? Nə idi? YP2 minus nədir? YP2 minus YP1 idi. Burada qarşıdakı mənfini yox eləməkdən ötürü YP1-dən mən YP2-ni nə etməliyəm? Çıxmalıyım. O da doğru cavab olaraq B variantında olur. V1 bərabər V və V2 bərabər 5V olan sürəti ilə hərəkət edən iki cismin kinetik enerjiləri eynidir. Onların kütlələri nisbətini tapın. Kinetik enerjinin kütlə ilə və sürətlə olan düsturu mv kvadrat bölünsün 2-dir. Buradan da bizim V'lərimiz, Y kinetikimiz eynidirsə, onda bizim kütləmiz sürətin kvadratı ilə tərs asılıdır. M1 bölünsün M2 bərabərdir. V2-nin kvadrat bölünsün V1-in kvadratı. Yerinə qoyaq. V2-miz 5V'dir, kvadratı 25 eləyəcək. V1-imiz isə V-dir, kvadratı elə V kvadrat verəcək. Bunlar getdi, ixtisar bizə neçə qaldı? 25. Mən nisbət nəyə bərabərdir? 25-ə. Doğru cavab hansı variantı oldu? E variantı. Növbəti testimiz deməli 58-ci testdir, yoxsa 57-ci testdir. Cismin kinetik enerjisi 40 jouldur, ona təsir edən qüvvənin əvəzləyicisi isə 10 joule iş görərsə, kinetik enerjinin nə qədər olar? Və başlanğıc kinetik enerjini özü verib. Nə qədərdir? 40 jouldur. Məndən son kinetik enerjini soruşur, bərabərdir suala. İşi də verib. A bərabərdir 10 jouldur. Biz də bilirik də kinetik enerjinin dəyişməsi nədir? Görülən işə bərabər. Bu kinetik enerji haqqında teoremdir. A bərabərdir Y kinetik minus Y kinetik 0-dır. Yerinə qoysaq A'mız 10-dur. Y kinetik minus Y kinetik 0-ı da özü verib 40-dır. Onda Y kinetik nəyə bərabər olacaq? 50 joule. Və cavab nədir? 50 joule. Doğru cavab A variantı olacaq. Cismin kinetik enerjisi koordinat qrafiki verilmişdir. Qəşəng. Təsir edən qüvvələrin əvəzləyicisinin X proyeksiyasını hesablayın. Gəlin hesablayaq. Biz biraz öncə dediyimiz məsələ cismə təsir edən qüvvələrin əvəzləyicisinin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Baxaq. A-nın yerinə F vurulsun S qoya bilərik. Bərabər Y kinetik minus Y Fx vurulsun S deyə bilərik. Y kinetik 0 olacaq. Y kinetik 0-ımız neçədir? 60-dır. Y kinetikimiz isə neçə jouldur? 20 jouldur. İndi X-imiz isə burada S-in yerinə X də qoya bilərik. Yəni X qoya. Fx vurulsun. X-imiz neçədir? 10-dur. Bərabər. Y kinetikimiz 20-dir. Mən çıxacam neçəni? 60-ı. Onda 10 Fx bərabərdir. Mənfi 40-a. Fx bərabər neçə olacaq? Mənfi 4 Newton. O da hansı variantdadır? C variantı olacaq. Verilmiş yayın uzanmasının onun potensial enerjisindən asılıq qrafiki hansıdır? Biz bilirik. Verilmiş yay deyirsə K bərabərdir konstant olmalıdır. Yayın sərtliyi sabit olmalıdır. Potensial enerjinin də sərtliklə və X-dən olan düsturu Kx kvadrat bölünsün 2-dir. Buradan da X-i tapsaq, kök altda 2Y potensial bölünsün nədir? K-dır. Mən buradan deyə bilərəm ki, X nə ilə? Potensial enerji ilə necə asıldır? Kök altı düz. O da hansı qrafika uyğun gəlir? 5-ci qrafika uyğun gəlir. Doğru cavab elə 5 olan variant. Yəni 59-da C variantı olacaq. 60. Cisimlərin CD səviyyəsinə görə potensial enerjiləri eynidir. Baxaq görək. CD səviyyəsinə görə potensial enerjiləri eyni. Yəni, bura YP1 deyək, bura nə deyək? YP2. YP1 bərabər nədir? YP2-yə.
Məndən M2-nin M1-ə nisbətini sor. YP1-ə biz belə yaza bilərik. M1 aşağıda duran deyəsən 2-dir, yuxarıda duran 1-dir. Bunu biraz yaxşı görə bilmirəm indi burada. Aşağıda duran deyəsən, bu deyəsən 1-dir, M1. Bunu da deyəsən M2 deyə bilərik. Aha. Bunların da biz yerlərini dəyişək. Bu gəlsin aşağı, bu da gəlsin yuxarı. Belə. Aha. İndi mən nə deyə bilərəm? M1 J H1 bərabər M2 J H2 olacaq. Burada J'lər ixtisar getsə, bizə M1 H1 bərabərdir M2 H2 olacaq. M1 vurulsun H1'imiz neçə H'dır? 4 H'dır. Bərabərdir M2 vurulsun H'imiz nə qədər? Bu da H'dır. Bu H'lar getdi ixtisar. M2 bərabər 4 dənə nədir? M1'dir. Bizdən də M2-nin M1-ə nisbətini soruşur. M2-nin yerinə 4M1 yazsam, mənə nə verəcək? Bərabərdir. 4M1 bölünsün M1. Bunlar getdi ixtisar, bizə neçə qaldı? 4. Cavab elə nə oldu? 4 doğru cavab 60-da D variantı olacaq. Baxaq 61-ci testdə nə deyir? Şaqlı yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjisindən asılılıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsi uyğun potensial enerjisini hesablayın. Biz bilirik ki, bu nöqtədə cisim ancaq kinetik enerjiyə bərabərdir. Onda Y kinetiki Y tama bərabərdir. Onda bu da neçə oldu? 20 jouldur. Amma potensial enerjisi nəyə bərabərdir? Sıfıra yana atıldığında. A nöqtəsində isə kinetik enerjisini verib, neçə jouldur? 4 jouldur. Həmin nöqtədəki potensial enerjisini gəlin hesablayaq. Biz bilirik də potensial enerjinin ani qiyməti tam enerjidən nəyə çıxanda olurdu? Tam enerjidən kinetik enerjini çıxanda olurdu. Oldu mu? Da Y potensial var. Y tam bilirik 20 minus Y kinetik isə neçə jouldur? 4 jouldur. 20-dən 4'ü çıxsam 16 joule olacaq. Doğru cavab hansı variant oldu? 61'də deməli B variantı olacaq. Növbəti testimiz 62-ci testdir. Üfüqə bucaq altında atılmış cismin maksimal kinetik enerjisi 80 jouldur. Minimal kinetik enerjisi isə 20 jouldur. Həmin cismin maksimal potensial enerjisini hesablayın. Maraqlı bir sualdır. Bax, üfüqə nəzərən bucaq altında cisim atırıq. Deməli, bu üfüqi səthdir. Bu üfüqə nəzərən bucaq altında atdığımız bir cisimdir. Bax, atmışam bu formada. Bax, atıldığı anda bunun müəyyən bir sürəti var. Oldu mu? Müəyyən bir sürəti var. V0 sürəti ilə atılır. Maksimal potensial enerji hardadır? Rast gəlir, burada. Bu nöqtədə cisim, bax, maksimal potensial enerjiyə malikdir. Neçə jouldur deyir? Həmin cisim deyir, maksimal potensial enerjisini neçə joule olduğunu hesabla. Bax, bu nöqtədə cisim maksimal potensial enerjiyə malik olur. Bax, maksimaldır. Həm də kinetik enerjisi də var. Kinetik enerjisi sıfırdır deyə bilmirik. Və minimum kinetik enerjiyə malik olur və onun da neçə jouldur? 20 jouldur. Bu nöqtədə isə atdığımız anda kinetik enerjisi sıfırdır. Kinetik enerjisi sıfırdır. Amma bu maksimal nəyə malikdir? Daha doğrusu potensial enerjisi sıfırdır. Maksimal nəyə malikdir? Kinetik enerjiyə malikdir. Və onun maksimal kinetik enerjisi neçə jouldur? Maksimal kinetik enerjisi neçə jouldur? Deyək ki, maksimal Y kinetikin maksimal qiyməti neçə jouldur? Özü verib. Neçədir deyir? 80 jouldur. Bax, 80 jouldur. Mənə deyir ki, nəyi tap? Maksimal potensial enerjini tap. Biz bilirik ki, buradakı tam enerji, kinetik zaten sıfırdır. Tam enerji, daha doğrusu potensial sıfırdır. Ancaq nəyə bərabər? Bax, potensialımız nəyə bərabər dedik? Sıfıra bərabər. Maksimal kinetik enerjiyə bərabər. Bax, maksimal kinetik enerjiyə bərabər. Buradakı tam enerji isə hər ikisinin cəminə bərabər. Yəni, Y tam bu ikisinin cəminə bərabərdir. Bunda mən nə deyəcəm? Tam enerjinin saxlanma qanununa görə maksimal kinetik enerji, bax, maksimal kinetik enerji
Bu nöqtədəki nəyə bərabər oldu? Maksimal potensial enerji ilə kinetik enerjinin hansı qiymətinə, Y kinetikin minimum qiymətlərinin cəminə bərabərdir. Onda maksimal kinetik enerjini bizə verib 80 bərabərdir. Y potensialın hansı qiyməti? Maksimal qiyməti plus bir də kinetik enerjinin minimum qiyməti, bu da 20 joule. Onda Y potensialın maksimal qiymət nəyə bərabər olacaq? 60 joule bərabər olacaq. Doğru cavab E variantı olur. 62-də nə oldu? E variantı. Gəldik. Deyək ki, üfüqə bunu biz çıxaq buradan. Olduğu kimi yuxarı sürüşdürək. Növbəti testimiz neçənci testdir? Üfüqlə bucaq altında atılmış cismin maksimal kinetik enerjisi 80 joule-dur. Minimal kinetik enerjisi 20 joule-dur. Cismin tam mexanik enerjisi nəyə bərabərdir? Tam mexanik enerji isə elə maksimal kinetik enerjiyə bərabər olacaq. O da neçə joule-dur? 80 joule. Doğru cavab D variantı olacaq. Üfüqlə bucaq altında atılmış cisim maksimal potensial enerjisi onun minimal kinetik enerjisindən 4 dəfə böyükdür. Baxın, maksimal potensial enerjisi minimal nədən? Minimal potensial enerjisi kinetik enerjisindən, yəni Y kinetik enerjisinin minimum qiymətindən neçə dəfə böyükdür? 4 dəfə böyükdür. Məndən soruşur, cismin başlanğıc sürətinin üfüqlə əmələ gətirdiyi bucağın tangensinə hesablayın. Cismin başlanğıc sürətinin üfüqlə əmələ gətirdiyi bucağın tangensini hesablayın. Gəlin biz hesablayaq görək nə verir. Burada biraz sadələşdirmə işləri aparaq. Biz bilirik də kinetik enerjinin və potensial enerjinin düsturları. Gəlin bir sistem quraq burada. Bax, bunu belə götürək. Bura nə olsun? Koordinat sistemi götürək. Bax, bu belə bir koordinat sistemidir. Bura deyək Y olsun. Bura nə deyək? X olsun. Bax, burada üfüqə nəzərən bucaq altında atılmış cisim olsun. Bax, bu formada trayektoriyası belə. Burada bir sürət götürək. V0. Bir bunun bu toplananını ayıraq. Şarqlı toplanan. Bir də var nədir? Üfüqi toplanan. Üfüqi toplananı var. Bir də nədir? Şarqlı. Buna mən V0Y deyə bilərəm və yaxud da VY. Buna da nə deyək? VX deyə bilərik. Bəs bizdən soruşur ki, tangens. Biz bilirik ki, şaqili ox potensial enerjini təmsil edir, yəni hündürlüyə qaldırır, şaqili topla. Onda mən Y potensialı mən necə yaza bilərəm minimum qiymətini? Y tam, elə deyilmi? Sinus alfa, sinus kvadrat alfa yaza bilərəm. Y potensialı necə yaza? Y kinetiki necə yaza bilərəm? Y kinetiki isə Y tam kosinus kvadratı alfa yaza bilərəm. Gəl bunları tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsəm, mənə nə qalacaq? Deməli, tərəf-tərəfə bölsəm, Y potensial bölünsün, Y kinetik bərabərdir. Tamlar zaten ixtisar gedəcək buradan. Tangens kvadratı alfa qalır. Tangens kvadrat nədir? Alfadır. Buradan da biz bilirik ki, potensial enerjinin minimum qiymətidir bu. Bax, bu minimum qiymətdir. Bu isə nədir? Kinetik enerjinin maksimum qiymətdir. Daha doğrusu kinetik enerjinin minimum qiymətdir. Gətirib tangens kvadratı alfa bərabərdir. Y potensialın maksimum qiymətinin yerinə 4 dənə Y kinetik minimum yazsaq, məxrəcdə nədir? Y kinetikdir. Bunlar getdi, ixtisar bizə 4 qaldı. Tangens də buradan tapsaq, tangens alfa bərabər neçə? 2 olacaq. Elə cavab hansı variant oldu? B variantı olacaq. Maraqlı sualdır. Halbuki bu tipli testlər bizim Dimin test bankında rastımıza çıxmayan test tiplərindən biridir. Gəldi, yuxarı atılmış cismin potensial 20 joule artanda kinetik enerjisi necə dəyişər? Biz bilirik də, yuxarı atılmış cismin potensial enerjisi 20 joule artdıqda kinetik enerjisi 20 joule azalacaq
Çünki tam mexaniki enerji saxlanılmalıdır. Doğru cavab hansı variant? A variantı olacaq. A və B cisimləri sərbəst düşür. Yerə düşən anda onların kinetik enerjilərinin nisbətini hesablayın. Sərbəst düşür deyirsə, deməli bu düşdüyü anda kinetik enerjinin başlanğıc qiyməti 0-a bərabərdir. Onda tam enerji Y potensiala bərabərdir. O da bərabərdir. Nə deyəcəm? mgh maksimum. Böyük H-dan göstərək. mg böyük H, yəni H maksimum. Burada da yenə eyni qaydada göstərə bilərik. Böyük H. Ya da edək kiçik H-dan gedək. Yerinə böyük H qoyarıq. Yaxşı, onda mənə deyir ki, yerə dayananda kinetik enerjisi. Burada isə potensial 0-a bərabərdir. Y tam nəyə bərabərdir? Y kinetik. Onda mən Y tamla Y kinetik, bax, bərabərliyin sol tərəfləri eynidir. Demək, sağlarını da bərabərləşdirə bilərəm. Y kinetik mən necə yaza bilərəm? Elə mgh kimi ifadə edə bilərəm. Və buradan görsənir ki, həm m ilə həm də h ilə necə asılıdır? Düz asılıdır. Y kinetik A-nı yazsam, m-i 2m-dir. J, h-ı da neçədir? 2h-dır. Və Y kinetik B-ni yazsam, bərabərdir. M-i m bölünsün 2-dir. J vurulsun, hündürlüyü də h-dır. Yəni, bunları tərəf-tərəfə bölək. Y kinetik A-nı, baxın, Y kinetik A-nı Y kinetik B-yə bölməliyik. Y kinetik A nə idi? 4mgh-dır. Y kinetik B nə qədərdir? M bölünsün 2gh-dır. Bu gh-lar getdi, m-lər getdi. Bizə nisbət neçə verdi? 8 verdi. Doğru cavab hansı variantı olacaq? Əlbəttə C variantı olacaq. Növbət testimiz 67-ci testdir. A və B cisimləri şaquli istiqamətdə yuxarı atılmışdır. Onların maksimal potensial enerjilərinin YPA-nın YPB-yə nisbəti nəyə bərabərdir? Təsəvvür edin ki, bu maksimum çatdı bu nöqtəyə. Bax, bu nöqtəyə çatdı. Bu da eyni qayda deyək ki, maksimum bu nöqtələrə çatdı. Həmin nöqtədə bu cisimlərin nələri 0-a bərabərdir? Bax, Y kinetikləri 0-a bərabərdir. Oldu mu? Onda Y tam nəyə bərabərdir? Y potensiala bərabər. Burada isə potensialı 0-a bərabər. Onda Y tam nəyə bərabərdir? Y kinetik 0-a bərabər. Məndən nəyi soruşur? Maksimal potensial enerjiden. Və buradakı tam enerji ilə buradakı tam enerjinin saxlama qanununa görə eynidir. Eynidirsə, onda maksimal potensial enerjini mən necə yaza bilərəm? Maksimal potensial enerjini, bax, maksimal qiymətini Y kinetik 0-a bərabər eləyə bilərəm. Yaxşı, bəs Y kinetik 0 nədir? Y kinetik 0 m v0-ın kvadrat bölünsün 2-dir. Bunun birinci üçün yazsam, Y potensial 1, yəni maksimal qiymətini yazsam, onda olacaq m1 v0 1-in kvadrat bölünsün 2 olacaq. M1-imiz nə qədərdir? M. V0 1 nə qədərdir? Elə V0 deyə bilərik, kvadrat bölünsün 2. Bəs Y kinetik, Y potensial 2-ni necə yaza bilərəm? M2 V2-nin kvadrat bölünsün nə? 2. M2-miz nə qədərdir? 2M-dir. V2-miz nə qədərdir? 3V0-dır. Kvadrat neçə eləyəcək? 9V0-ın kvadrat bölünsün 2. Bizdən YPA-nın, bax, YPA-nın nəyə? Bu A-dır. Bunu da deyəsəm B deməliyik. YPB-yə nisbəti. YPB-yə nisbəti bərabərdir. Nə idi YPA? MV0-ın kvadrat bölünsün 2. Bu da 18 MV0-ın kvadrat bölünsün 2. Bu 2-lər getdi. MV0-a getdi. Bizə qaldı 1 bölünsün 18. Cavab hansı variant oldu? D variantı olacaq. Gəldik 68-ci testdə. Kütləsi M və 3M olan iki kürəcik elastiki yay ilə bir-birinə bağlanmışdır. Yayı sıxan sapı kəsdikdə kürəciklərin aldığı kinetik enerjilərin Y kinetik 2-nin Y kinetik 1-ə nisbətini tapır. Biz bilirik də, yay yük məsələlərində həmişə nə ödənilir? İmpulsun saxlanma qanunu ödənilir. Yəni P bərabərdir konstant. Qəşəng. Bunu bildik.
Deməli, kinetik enerjinin bizə P ilə M-lə olan düsturu lazımdır. P kvadrat bölünsün 2M. P zaten sabitdir. M-lə necə asılıdır? Tərs mütansı var. Onda Y kinetik 2 bölünsün Y kinetik 1 bərabərdir. M1 bölünsün nədir? M2 olacaq. M1-imiz nə qədərdir? Özü verib M-dir. M2-miz nə qədərdir? 3M-dir. Bu ixtisar etdiyimlər 1 bölünsün 3 qalacaq. Deməli, o nisbət nəyə bərabərdir? 1 bölünsün 3'ə. Doğru cavab hansı variant oldu? Əlbəttə Y variantı olur. Gəldik 69-cu testə. Müəyyən yayı x qədər uzatmaq üçün 40 jol iş görmək lazımdır. Bir-biri arıcı birləşdirilmiş belə 4 yayı həmin x qədər uzatmaq üçün neçə jol iş görmək lazımdır? Baxaq. Burada bir şeye diqqətli olmaq lazım. Yaylar arıcı birləşdirildikdə nə sabitdir? Ona diqqət edək. Baxın, müəyyən bir yayımız var. Oldu mu? Bu yayı deyir ki, x qədər uzatmaq üçün, bax, belə bir yayımız var. Həmin yayı x qədər uzatmaq üçün, bax, x qədər uzatmaq üçün nə qədər iş görüb? A bərabərdir 40 jol iş görülür. Amma deyir, həmin yaydan 4 dənəsini, bax, 4 dənəsini, bax, 4 dənəsini, 4 də həmin yay deyir, 4 yayı həmin x qədər uzatmaq üçün 4 dənə yay. Bu bir yay olsun, bu ikinci yay olsun, bu üçüncü yay olsun, buna da deyək dördüncü yay olsun. Həmin x qədər uzatmaq üçün deyir, nə qədər iş görmək lazımdır? Baxaq. Buna K deyək, buna da K deyək, buna da K deyək, buna da K deyək. Elə deyilmi? Biz də bilirik də, başlanğıc halda, uzanmamış halda yayın potensial enerjisi, yəni YP1 bərabər 0. Burada da eyni qayda YP1 bərabər 0 deyə bilər. Bunda A nəyə bərabər olacaq? Kx kvadrat bölünsün 2'ə. Yəni, x sıfırımız 0'a bərabər. X-ləri eynidir. K ilə necə asılıdır? Düz mütansı basılır. Arıcı birləşmədə biz bilirik. Burada sərtliyimiz K-dırsa, burada da nə qədər olacaq? X sabit olduqda K bölünsün nədir? 2 olacaq. Daha doğrusu 4 yay olduğuna görə K bölünsün 4 olur. Sərtliyimiz neçə dəfə azaldı? 4 dəfə. Sərtlik 4 dəfə azaldığına görə iş də sərtliyinin düz asılı olduğundan biz nə deyəcəyik? İşimiz də 4 dəfə nə edəcək? Azalacaq. 4 dəfə 40 idi, 4 dəfə azalsa bizə nə verəcək? Yəni, belə deyə bilər. K1 bərabər K-dır. İkinci halda K2 bərabər neçə K oldu? K bölünsün 4'dür. Niyə bu K bölünsün 4 hesabladı? Çünki arıcı birləşmədə ümumi sərtliyi hesablamaqdan ötürü tərs qiymətlərini hesablayırdı. Bura K bölünsün 2, bu da K bölünsün 2. K bölünsün 2 ilə də K bölünsün 2-ni biz toplasaq, bizə nə qalacaq? Daha doğrusu tərs qiymətlərini toplasaq 1 bölünsün 4K qalacaq. Belə bir ifadə olacaq. Və yaxud da K bölünsün 4 olacaq. İndi təbii ki, biz nə yaza bilərik? A1 birinci halda bölünsün A2. A1'imiz neçədir? 40'dır. Bizdən A2'ni soruşur. Bərabərdir K2 bölünsün K1 bölünsün K2 düz asıldı da. Deməli, K1 bölünsün nə dedik? K2 yerinə qoyaq. A1'imiz 40'dır. Bölünsün A2. Bərabərdir. K1'imiz K'dır. K2'miz də K bölünsün nədir? 4'dür. Bu K'lar getdi. 4'dən də bu ixtisar gedəcək. A2 nəyə bərabər olacaq? 10 jola bərabər olacaq. Doğru cavab hansı variant oldu? B variantı olacaq. Yəni, bu 69-cu testin həlli idi. Növbət testimiz 70-ci testdir. Deyir ki, 70-ci testdə müəyyən yayı x qədər uzatmaq üçün 40 jol iş görmək lazımdır. Bir-biri ilə paralel birləşdirilmiş 4 belə yayı x qədər. Baxın, bu bizim yayımızdır. Deməli, həmin yayı x qədər uzatmaq üçün. Nə qədər? X qədər uzatmaq üçün nə qədər iş görüldü? 40 jol. A1 bərabər 40 jol iş görüldü. Deməli, sərtliyinə də K deyil. Həmin 4 dənə yay bir-birinə necə birləşib? Paralel birləşib. Bu 1, bu 2, bu 3, buna da nə deyək? 4.
4. 4 dənə belə bir yayımız var. Bunu deyir x qədər uzatdım. X qədər uzatmaq üçün x-imiz eynidir. X qədər uzatmaq üçün deyir. Nə qədər işləyən? Yəni A2 bərabər nədir? 0 sualı. Və bu K-dır, bu da K-dır, bu da K-dır, bu da K-dır. Neçə K elədir? 4K. Yəni paralel birləşmədə biz birlikdə toplayırıq ayrı-ayrı yayılan nələrini, sərtliklərini. Onda K2 deyək buna. Bax K1-imiz özü verib K-dır. K2'miz də nə qədər olacaq? 4K olacaq. Bizim düsturumuzu biraz öncə yazmışdıq. Y potensial bərabərdir ya da işlə gedək. A bərabər nə yazmışdıq? A bərabərdir. Kx kvadrat bölünsün 2. X'ləri eynidir. K ilə necə asılıdır? Düz. A1 bölünsün A2 bərabərdir. Nə deyəcəm? K1 bölünsün K2. Yerinə qoyaq. A1'imiz neçədir? 40'dır. Bölünsün. A2'mizi bilmirəm. Bərabərdir. K1'imiz K'dır. K2'miz 4K'dır. K'lar getdi. Onda A2 bərabər neçə olacaq? A2 bərabərdir. 160 yol olacaq. O da əlbəttə hansı variantda oldu? Hansı variantda oldu? Bir dəqiqə. 160 yol Y variantı olacaq. 71-ci testdə deyilir. Sərbəst düşən cismin potensial enerjisinin kinetik enerjisindən asılı qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun kinetik enerjisi nəyə bərabərdir? Həmin nöqtədə cismin kinetik enerjisi potensial enerjisindən 3 dəfə böyükdür. Baxırıq. Bu nöqtəyə uyğun enerji həm sərbəst düşən cisim üçün potensial enerjinin maksimum qiyməti, bax, hansı qiyməti? Maksimum. Həm də həmin maksimal qiymət tam enerjiyə bərabər. Sərbəst düşdüyü anda kinetik enerji sıfıra bərabərdir. Yəni, kinetik sıfır deyək, nəyə bərabərdir? Sıfıra. Deməli, 60 həm kinetik potensial enerjidir, həm maksimal potensial enerjidir, həm də nədir? Tam enerjidir. Yaxşı, bəs bu nöqtədə, yəni A nöqtəsi buradadır. Deyir ki, A nöqtəsində kinetik enerjisi potensial enerjisindən 3 dəfə böyükdür. Yəni 3 dənə Y potensiala bərabər kinetik. Mənə deyir ki, həmin nöqtədə kinetik enerjisinin ədədi qiymətini tapın. Gəlin tapaq. Biz bilirik ki, kinetik enerjinin ani qiyməti tam enerjidən nəyə çıxanda alınırdı? Potensial enerjinin çıxanda alınırdı. Yaxşı, biz yerinə qoysaq, kinetik enerjinin yerinə 3 dənə A nöqtəsinə 3 dənə Y potensial qoysaq, bərabər. Y tam minus Y potensial olacaq. 4Y potensial bərabərdir neçə? Y tama. Y tam özü bilirik neçədir? 60 joldur. 4Y potensial bərabərdir 60'a. Onda Y potensial neçə olacaq? 15 jola bərabər olacaq. Yaxşı, bəs kinetik nə idi? Tamdan potensial çıxır. Yəni 60 minus 15 olacaq. Bu da 45 jol. Yəni həmin nöqtədə bizim kinetik enerjimiz neçə joluymuş? 45 jol. Doğru cavab A variantı olacaq. 70-ci testdə deyilir ki, H1 və H2 hündürlüklərindən sərbəst buraxılan cisimlər O nöqtəsində mütləq qeyri-elastiki toqquşur. Bu sözü diqqətlə baxaq. Deyir, mütləq qeyri-elastiki toqquşur. Mütləq qeyri-elastiki toqquşursa, deməli, mexaniki enerjinin saxlanma qanunu ödənilmir. Ancaq ödənilən impulsun saxlanma qanunudur. Yəni, P1, P2-yə nədir? Bərabər. Toqquşaraq dayanır. Hündürlüklərin H1 bölünsün H2 nisbətini tapın. Baxırıq, bax, bu dəydiyi anda, düşdüyü anda sərbəst düşür deyir də, hərəkətə başlayır deyir. Bura mən deyək, mənə deyir M-dir, burada nə deyək? H-dır. H-dır deyir, yoxsa H1-dir? H1 deyək bura. Burada nə deyək? H2 deyək. Bax, bu hündürlüyə də biz H2 dedik. Kütləsi isə 2M-dir. Yəni, bu cismin kütləsi 2M-dir. Bu nöqtədə O nöqtəsinə bir-birinə dəyir və dayanırlar. Dəyib dayanırsa, demək, impulsun saxlanma qanunu ödənilməlidir. Yaxşı, impulsun saxlanma qanununa görə M1 V1 bərabərdir, M2 V2-yə. Görəsən, bunların V-lər arasında hansı münasibət var? M1-imiz M-dir, vurulsun V1 bərabərdir. M2-miz 2M-dir, vurulsun nədir? V2. Bu M-lər ixtisar getdi. V1 bərabər 2 dənə V2-yə. Bax,
Biz bunu tapdıq. Deməli, V1 nəyə bərabər idi? 2 V2. Tapdığımıza görə V'lər arasında münasibəti. Yəni, bu V hansı V'dir? Toqquşduğu andakı V'dir. Yəni, toqquşduğu anda birincinin sürəti V1 olacaq, ikincinin sürəti nədir? V2 olacaq. Toqquşduğu anda impulsun saxlama qanunu həmişə ödənilir. Yaxşı, bəs V-nin aşağı doğru sərbəst düşmə formasına baxsaq, H-ın düsturu necə idi? V0-ın kvadratı və yaxud da V kvadratı bölünsün 2J ilə gedə bilərik. Baxırıq, H V ilə necə asıldı? Düz kvadratik. Onda mən yazmaq istəsəm, gəlin, burada nisbətini soruşur. Düz kvadratik asıldısa, mən burada necə yaza bilərəm? H1-in H2-yə nisbətini elə V1-in kvadratının V2-nin kvadratına nisbət kimi yaza bilərəm. V1 2V2-dir, kvadrat 4V2-nin kvadratı olacaq. Bölünsün V2-nin nəyi? Kvadrat. Bu V2-lər ixtisar getdi, bizə qaldı 4. Demək, həmin nisbət nəyə bərabərdir? 4-ə doğru cavab C variantı olacaq. Gəldik 73-cü testdə. Cisim A nöqtəsindən sərbəst düşür. B nöqtəsinə onun kinetik enerjisinin potensial enerjisindən nisbətini tapın. Bax, A nöqtəsi buradadır. Sərbəst düşür deyirsə, düşdüyü andakı kinetik enerjisi, yəni Y kinetik 0-0-a bərabərdir. Və burada da potensial enerjinin maksimal qiyməti elə nəyə bərabərdir? Tam enerjiyə bərabərdir. Bəs potensial enerjinin maksimal qiyməti nədir? Neçə MCH-dır? 1, 2, 3 dənə nəyimiz var? M-imiz var. Olacaq nə? 3 MCH. Demək, potensial enerji maksimal qiyməti və tam enerji nəyə bərabərdir? 3 MCH. Mənə deyir ki, B nöqtəsi buradadır. B nöqtəsi yerdən nə qədər hündürlükdədir? 1H hündürlükdə. Demək, həmin nöqtənin potensial enerjisini mən tapa bilərəm. Bərabərdir MCH-dır. Həmin nöqtədə sürət olduğuna görə həm də kinetik enerji var. Həmin kinetik enerjini mən tapmaqdan ötürü ani qiymətdir. Tamla nəyə çıxmalıyam? Y potensial çıxmalıyım. Tamımız neçə MCH-dır? 3 MCH-dır. Çıxmalıyam nəyi? Potensial, yəni MCH-ı. Onda həmin nöqtədə kinetik enerji nəyə bərabərdir? 2 MCH-a bərabər. Məndən soruşur ki, Y kinetikin Y potensial nisbətini tapın. Y kinetik bölünsün Y potensial, yəni B nöqtəsini. B nöqtəsində biz kinetik enerjini neçə tapdıq? Kinetik enerjini 2 MCH tapdıq. Potensial enerji isə MCH-dır. Onda 2 MCH bölünsün MCH olacaq. Burada bunlar ixtisar getdi. Bizə nisbət neçə verdi? 2-yə bərabər oldu. Demək, Y kinetikin Y potensiala nisbəti həmin B nöqtəsində 2-yə bərabər. Doğru cavab D variantı. Növbət testimiz 74-cü testdir. Şaquli istiqamətdə yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjisindən asılılıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun kinetik enerjisi nəyə bərabərdir? Həmin nöqtədə cismin kinetik enerjisi potensial enerjisindən 5 dəfə böyükdür. Baxırıq. Bu nöqtə bizə deməli şaquli yuxarı atılmış cisimdir. Aha. Bu nöqtə nədir? Kinetikin maksimum, yəni Y kinetik 0 olduğu nöqtədir. Bura tama bərabərdir. Və həmçinin də bu nöqtədə potensial nəyə bərabərdir? 0-a bərabərdir. Bu nöqtədə isə şaquli yuxarı atılır. Y potensial özünün maksimal qiymətini alır, amma tam əksinə kinetik isə nəyə bərabərdir? 0-a. Yəni, həm kinetik potensial maksimal qiymət alır və o da tam enerjiyə bərabər. Və Y kinetiki nəyə bərabərdir? 0-a bərabər. Çünki maksimal nöqtədə sürət 0 olduğundan kinetik enerji də nədir? 0. Baxırıq, bu nöqtədə deyir, kinetik enerji nəyə bərabər? 5 dənə Y potensiala bərabər. Yəni, kinetik enerjisi potensial enerjinin 5 misinə bərabərdir. Və bu nöqtədəki bizdən nəyi soruşur? Əlbəttə, kinetik enerjini deyir. Tapın, gəlin biz həmin nöqtədəki kinetik enerjisini tapmağa çalışaq. Həmin nöqtədəki kinetik enerjini mən yaza bilərəm. Y kinetik bərabər Y tam minus nədir? Y potensialdır. Tapaq. Y kinetik həmin nöqtədə 5 dənə Y potensiala bərabərdir. Y tamda bilirik neçə jouldur? 120 jouldur. Burada verib özü. 120 minus baxırıq Y potensiala. Buradan 6Y potensial bərabərdir 120-yə. Onda Y potensial nəyə bərabər olacaq? 20 joula bərabər olacaq. Qəşəng. Tapdıq. Bəs kinetik enerji həmin A nöqtəsində potensial enerji neçə misinə bərabər idi? 5 misinə.
Və yaxud da burada da yaza bilərik. Baxırıq neçə? Y tam 120-dir. Y potensial da 20 tapdıq. O da bərabər neçə? 100 joule. Və həmin nöqtədəki kinetik enerjisi neçə joule-uymuş? 100 joule. Doğru cavab hansı variantdır? Y variantı. V0 başlanğıc sürətlə cisim şaquli istiqamətdə yuxarı atılmışdır. Cismin potensial enerjisi kinetik enerjisindən 8 dəfə böyük olan anda sürətin qiymətini müəyyən edin. Yaxşı, bax buradan yazıram. Y potensial bərabər 8 dənə Y kinetika. Yazdıq. Qəşəng. Bəs bizdən nəyi soruşur? Həmin nöqtədə sürətin qiymətini tap deyir. Mən bunu 8-dən Y kinetik yazıramsa, həm də bunu belə yaza bilərəm. 8 m v kvadrat bölünsün 2 kimi ifadə edə bilərəm. Bəs tam enerjinin düsturu nədir? Y tam bərabərdir. Y kinetik minus nədir? Y, daha doğrusu plus Y potensial. Buradan nəyi tapın deyir? Tam enerji kinetik enerjinin sürət deyir. Başlanğıc sürətinin hansısına bərabər? Nəysə də tapaq. Baxırıq, atıldığı anda cisim ancaq başlanğıc sürətə bərabər olduğundan, deməli, tam enerjini mən mv0 kvadrat bölünsün 2 kimi ifadə edə bilərəm. Bərabərdir. Kinetik enerjinin düsturunu bilirəm. mv kvadrat bölünsün 2-dir həmin nöqtədə. Potensial enerji də 8 dənə mv kvadrat bölünsün 2-dir. Burada nələr ixtisar gedəcək? 2-lər hamısı ixtisar getdi. M-lərin hamısı ixtisar getdi. Bizə nə qaldı? 9v kvadratı, bax 9v kvadrat bərabərdir v0-a. Onda mənə v0-ın kvadratına, onda v kvadrat bərabərdir v0 bölünsün, kvadratı bölünsün 9-a. Onda mən buradan v-ni tapsam nə olacaq? v0 bölünsün 3, doğru cavab hansı variantı olacaq? Əlbəttə B variantı olacaq. Bunu başqa cür necə yaza bilərik? Başqa cür belə də yaza bilərik. Baxın, son sürət, yəni v, bax, adi bir düsturdur. Yenə bu da enerjinin saxlanma qanunundan çıxan düsturdur. V bərabərdir. V0 bölünsün kökdə n plus 1-dir. Bundan da gedə bilərik. N-in yerinə 8 qoyacaq. Onda V bərabər V0 kök altda 8 plus 1. O da bərabərdir. V0 bölünsün 3 olacaq. Bu, adətən mexaniki rəqslər və dalğalar mövzusunda işə daha çox yarayır. Nəinki bu mövzuda. Gəldik, növbət testimiz 76-cı testdir. Yuxarı istiqamətdə, şaquli yuxarı istiqamətdə atılmış cismin 10 metr hündürlükdə potensial enerjisi kinetik enerjisindən 2 dəfə böyük olmuşdur. Cismin maksimal qalxma hündürlüyünü tapın. Qəşəng testdir. Baxaq, yenə eyni qaydada iki qayda ilə də gedə bilərik. Birbaşa düsturundan və yaxud da enerjinin saxlanma qanunu. Elə düsturumuz da enerjinin saxlanma qanunundan alınır. Gəlin, enerjinin saxlanma qanunu ardıcıl gedək, sonra nədir? Birbaşa düsturla gedərik. Baxaq, deyir ki, cismin 10 metr hündürlükdə. Balaca haşımız verib. Neçə metr? 10 metr. Sonra bir dənə verib, kinetik enerjisi 2 dəfə böyük olmuşdur. Kinetik enerjisindən 2 dəfə. Y potensial bərabər nə yazıram? 2 dənə Y kinetik yazıram. Yaxşı, tam enerjinin düsturu necə idi? Y tam bərabərdir. Y kinetik plus nədir? Y potensialdır. Qəşəng. Burada Y potensialın yerinə 2 dənə Y kinetik qoya bilərik. 2 Y kinetik qoysaq bizim işimizə yaramayacaq. Yaxşısı budur. Belə eləyək. Buradan nəyi tapa bilərik? Y kinetiki tapa bilər. Y kinetik bərabərdir. Y potensial bölünsün neçə olacaq? 2 olacaq. Düsturu yazdıq. Yaxşı. Bəs tam enerjinin yerinə nə yaza bilər? mg böyük h yazdıq. Maksimal qalxma hündürlüyünü soruşur. Bərabər. Y kinetikin yerinə bunu da birbaşa mg h bölünsün 2 kimi ifadə edə bilər. mg h bölünsün 2 plus nə yaza bilərik? mg h-a. Burada nələr ixtisar getdi? MG-lər ixtisar getdi hər birindən. Bizə nə qaldı? Deməli, sağ tərəfdə H qaldı. Sol tərəfdə isə 1,5 kiçik H qaldı. Yaxşı, onda mən nə deyə bilərəm? Böyük H-ı soruşur da. Böyük H-ı soruşduğuna görə 1,5-i mən balaca H-ımızda neçədir? 10 metrdir. Ona vurmalıyam. O da bərabər neçə eləyəcək? 15 metr olacaq. Yəni, cavab neçədir? 15 metr. Amma gəlin, bunu yoxlamaqdan ötürü birbaşa düsturla da gedək. Y kinetik bölünsün Y potensial bərabər düsturumuz belədir. Böyük H minus kiçik H bölünsün nədir? Böyük H-dır.
Yerinə qoyaq. Mənə deyir ki, kinetik enerjisindən 2 dəfə böyük olmuşdu potensial enerjisi. Potensial enerjinin yenə 2 dənə Y kinetik qoyuram. Yuxarıda da Y kinetik olacaq bərabər. Böyük H minus kiçik H'ımız 10'dur. Bölünsün kiçik H. Burada kinetik enerjilər ixtisar gedəcək. 2 dənə böyük H minus neçə olacaq? 20 bərabərdir 10'a. 2 dənə böyük H bərabərdir 30'a. Onda böyük H nəyə bərabər olacaq? 15 metr. Gördünüz bax. Burada da maksimal düşmə hündürlüyü Şaqulskam yuxarı, daha doğrusu maksimal qalxma hündürlüyü neçə metr imiş? 15 metr. Hər iki üsuldan getsək, yenə də enerjinin saxlanma qanunu əsaslanmış oluruq. Hər iki üsuldan getsək, yenə də nədir? Həllimiz düzgün olacaq. Yəni 15 metr olacaq. Növbət testimiz 77-ci testdir. M1 bərabərdir M və M2 bərabər 4M olan iki cismin kinetik enerjiləri eynidir. Burada qeyd edəcəyimiz anlayış kinetik enerjiləri eynidir sözünə yanaşmaq lazımdır. Deyir ki, onların sürətlərini və impulsların modulları nisbətini V1 bölünsün V2 və ya P1 bölünsün P2 nisbətini təyin edir. Biz kinetik enerjinin kütlə və sürətlə olan düsturunu bilirik. M V kvadratı bölünsün 2'dir. Onda görsənir ki, kinetik enerji eynidirsə, sürət nə ilə? Kütlə ilə kök altı tərs asılı. Onda mən necə yaza bilərəm? Kök altda M2 bölünsün M1 kimi ifadə edə bilərəm. M2 neçə M-dir? 4M-dir. 4M bölünsün M. Burada M-lər ixtisar getdi. Kökdə 4, ondan da kök çıxacaq 2. Deməli, V1-in V2-yə nisbəti 2-yə bərabərdir. Bəs bizdən sorsa ki, impulsla və kütlə ilə olan düstur nə idi kinetik enerjinin? P kvadrat bölünsün 2M-dir. Burada kinetik enerji yenə sabitdir. Baxırıq. PM-lə necə asıldı? Kök altı düz mütansib asıldı. Onda biz ifadəni necə yazacağıq? Kök altda M1 bölünsün M2 kimi ifadə edə bilərik. Kök altda M1'imiz M-dir, M2'miz 4M-dir. Burada ixtisar gedəcək M-lər kökdə 1 bölünsün 4'dən 1 bölünsün 2 çıxacaq. Deməli, bu nisbətdə 1 bölünsün 2'dir. 2 və 1 bölünsün 2 elə doğru cavab A variantı olacaq. Növbət testimiz, indi baxdığımız test deməli 77 idi. 78-ci testdir. Deyir ki, kök altda 2Y kinetik vurulsun. Y potensial ifadəsi ilə hansı fiziki cəmiyyət təyin olunur? Bunu White'lərlə də getmək olar, amma potensial enerjinin gəlin düsturunu yazaq. Nə idi düsturumuz? Kx kvadrat bölünsün 2, F kvadrat bölünsün 2K və yaxud da F vurulsun X bölünsün nədir? 2. Buradan bir sadə çıxarış eləsək, bax buradan və bu iki ifadəni nəzərə alsaq, belə bir ifadə alınacaq, düstur alınacaq. Y potensial bərabər F kvadrat bölünsün 2K. Buradan da F'i tapmış olsaq, 2Y potensial vurulsun K olacaq. Və o ifadə əlbəttə nəyin düsturuymuş? Elastiki yaya təsir edən, daha doğrusu elastiki yayın elastiklik qüvvəsi. Təsir edən elastiklik qüvvəsinin düstur. Doğru cavab hansı variant olacaq? B variantı. Sərtliyi K1 bərabər 9K və K2 bərabər K olan iki yayın potensial enerjiləri eynidir. Qəşəng. Burada diqqət eləyəcəyimiz söz iki yayın potensial enerjiləri eynidir deyir. Bax, potensial enerjilər eynidir. Onların uzanmalarının x1, x2-yə nisbəti və onlardan yaranan elastiklik qüvvələrin modullar F1-in F2-yə nisbətini tapın. Yaxşı, tapaq. Burada bir şeyə diqqət edək. Biz yayın x ilə olan düsturu Y potensial bərabər Kx kvadrat bölünsün 2-dir. Baxıram. Potensial enerjiləri eynidir. X nə ilə? K ilə kök altı tərs asılıdır. Onda mən x1-in x2-yə nisbəti olacaq K2-nin kök altda K1-ə nisbətinə bərabər. Kök altda K2 nə qədərdir? Özü verib. K-dır. K1 isə 9K-dır. 9K. Burada K'lar ixtisar gedəcək, bizə qalacaq 1 bölünsün 3. Deməli, bu nisbət 1 bölünsün 3-ə bərabər. Bəs digər halda nə edəcək? Y potensial bərabər F kvadrat bölünsün 2K ilə gedəcək. Potensial enerjiləri eyni. F K ilə necə asılı? Kök altı düz asılı. O da mən K1-in K2-yə nisbəti kimi yazmağa məcburam. Kök altda K1-imiz nə qədərdir? 9K-dır. K2'miz nə qədərdir? K-dır. 9K-nı K-ya bölsək kök altda bizə 3 verəcək. İndi baxaq görək. Birincidə 1 bölünsün 3, ikincidə sadəcə 3 alındı. O da hansı variantdadır? Əlbəttə D variantında alınır. Növbət testimiz 80-ci testdir. M
kütləsi M olan cisim 0 səviyyəsində H hündürlüyündədir. Sərbəst düşərkən cismin kinetik enerjisinin düşdüyü H hündürlükdən asılı qrafiki hansıdır? Baxaq. Deməli, H hündürlükdədir, işim yoxdur. Burada da görsənir ki, burada diqqət eləsək, burada cisim ancaq, bax, başlanğıc kinetik enerji nədir? Sıfırdır. O da tam enerji nəyə bərabər olacaq? Ancaq potensial enerjiyə bərabər olacaq. Bu da nədir? mgh-dır. Bu nöqtədə isə nə edə bilərik? Yəni, həmin düşdüyü hündürlükdə bilirik ki, həm kinetik var, həm də nə var? Potensial var. Həm kinetik, həm də nədir? Potensial. Aşağı doğru sürət olduğuna görə kinetikimiz var, həm də nədir? Potensial. Burada potensialı yaza bilərəm. Nə idi? Hündürlüyümüz belə eləyək. Bizə deyir, böyük H səviyyəsində, H hündürlüyündədir. Sərbəst düşən cismin kinetik enerjisi H hündürlüyündə asılıq qrafiki hansıdır? Gəlin tapaq da. Biz bunu necə eləyək? Böyük H-dan yazaq. mg böyük H deyək. Burada isə potensial enerji mg kiçik H olacaq. Amma kinetik enerjimiz olduğu kimi qalacaq. Kinetik enerjimiz də var. Onda tam enerji nəyə bərabər? Kinetiklə potensialın cəminə bərabər. Buradan kinetik enerjini yazsa, Y tamla mən nəyə çıxmış olacağım? Y potensialı çıxmış olacaq. Onda bizdən soruşsalar ki, Y kinetik bərabərdir. Y tam nə idi? Y tam mg böyük H-dır. Minus Y potensial da mg kiçik H-dır. Baxıram, mənə deyir ki, aşağı doğru düşür. Yaxşı, aşağı doğru düşürsə, bu azalırsa, qarşıdakı minusa görə bu nə etməlidir? Artmalıdır. Yaxşı, onda bu necə asıldır? Xəttdə asıldır. Bir azalırsa, digəri artacaq. H hündürlükdən asılıq qrafiki. Elə bir qrafik varmı ki? Bir artırsa, digəri azalır. Belə bir qrafikimiz yoxdur əslində. Amma belə də xəttdə asıllığa görə C variant götürmək olar, amma bu sualda biraz anlaşılmazlıq var. Yəni, qrafika uyğunluq yoxdur. Məsələn, deyə bilərik ki, H artanda qarşıdakı minusa görə bizim nəyimiz? H artanda qarşıdakı minusa görə kinetikimiz azalmalıdır. H azalanda isə bu nə etməlidir? Artmalıdır. Burada H da artır, kinetik də artır. Yəni, düz asıllıq qura bilmirik. Burada H artır, kinetik nə edir? Azalır. H artır, kinetik nədir? Azalır. Burada da aşağı doğru atılma, sərbəst düşmə olduğuna görə H azalır. Artma yoxdur. Nəysə, amma belə də C variantı götürmək olar. Ən uyğun variant elə C variantı. Dediyim kimi, yenə də testdə biraz problem var. X ox istiqamətində hərəkət edən cismin impulsun proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Həmin cismin kinetik enerjisinin zamandan asılı qrafiki hansıdır? P-nin nədən asılı verilib? T-dən asılı və hərəkət də X ox istiqamətində bərabər yavaşlayan hərəkətdir. Yaxşı, X ox istiqamət bərabər yavaşlayan hərəkətdirsə, biz necə yaza bilərik bu ifadəni? Bərabər yavaşlayan hərəkətdirsə, P-nin yerinə nə yaza bilərik? MAT qoya bilərik. P0-ın yerinə. MAT kimi ifadə edə bilərik. Bəs bizim düsturumuz necə idi? Kinetik enerjinin düsturu. Zaten son kinetik enerji nəyə bərabərdir? Sıfıra bərabər. Biz onda başlanğıc kinetik enerji haqqında danışacağıq. P0-ın kvadrat bölünsün 2M olacaq. P0-ın da yerinə MAT qoysaq, M kvadrat, A kvadrat, T kvadrat bölünsünə 2M olacaq. Burada bunlar getdi. Bizə nə qaldı? M, A kvadratı, T kvadratı bölünsünə 2. Buradan da görsənir ki, bizim kinetik enerjimizin başlanğıc qiyməti nəyinin zamandan kvadratik asıldır. Amma kvadratik asıl kinetik enerji azaldığına görə həmin qrafikimiz belə bir qrafik olacaq. Y kinetikin nədən asılığı? T'dən asılı. Bax, kvadratik azalan olacaq. Y kinetik 0 deyirik. Son kinetik enerji də 0-a bərabər. Qrafikimiz belə bir qrafik olacaq. Baxaq görə elə bir qrafik varmı? Əlbəttə var. Doğru cavab hansı variant olacaq? E variantı. Üfüqlə 60 dərəcə bucaq altında atılmış cismin minimal kinetik enerjisi 25 jol olmuşdur. Onun tam mexaniki enerjisi nəyə bərabərdir? Qəşəng testdir.
Baxaq, minimal kinetik enerjisi 60 joule olubsa, minimal kinetik enerjinin düsturunu biz bilirik. Y tam vurulsun kosinus kvadratı alfadır. Yaxşı, bunun yerinə 25 qoysaq, y tam vurulsun kosinus kvadratı neçə dərəcə olacaq? 60 dərəcə. Yaxşı, 25 bərabərdir y tam vurulsun kosinus 60-da 2-də 1 eləyir. 2-də 1-in də kvadratı 4-də 1 eləyəcək. Onda y tam neçə joule olacaq? Əlbəttə 100 joule olmuş olacaq. Tam mexanik enerjisi ilə 100 joule bərabər. Doğru cavab hansı variantı oldu? A variantı olacaq. Üfüqə nəzərən bucaq altında atılmış cismin maksimal potensial enerjisi 300 joule olmuşdur. Onun maksimal kinetik enerjisini hesablayın. Yəni, yenə eyni qaydada bizdən maksimal potensial enerjisi 300 joule-dursa, maksimal nəyi soruşur? Maksimal potensial 300 joule olmuşdur. Onun deyil, maksimal kinetik enerjisini hesablayın. Yaxşı, hesablayaq. Deməli, bizim maksimal potensial enerjinin düsturunu bilirik. Nə idi? Y tam vurulsun nədir? Kosinus kvadratı alfadır. Kosinus yox, daha doğrusu sinus. Sinus kvadratı alfadır. Yaxşı, y tam neçə joule? Y potensial 300 joule-dur, maksimal qiyməti. Y tam vurulsun sinus 60-da kökdə 3 bölünsün 2 verir və bunun nəyi? Birbaşa yazmayaq da, baxaq. Deməli, sinus kvadratı 60 dərəcə üçün belə ifadə edək. Onda bizə nə verəcək? 300 bərabərdir. Y tam vurulsun. Neçə olacaq? Kökdə 3 bölünsün 2 kvadratını da verəcək. 3 bölünsün 4. Aha. Onda burada bunlar ixtisariyyətdir. Tam enerji nəyə bərabər oldu? 400 joule. Bizə bilirik ki, kinetik enerjinin maksimal qiyməti şaqil üfüqə nəzərən bucaq altında atılmış cisim üçün tam enerjiyə bərabər. Tam enerjinin 400 joule tapmışıqsa, deməli kinetik enerjinin maksimal qiymətdə neçə joule-uymuş? 400 joule olubmuş. Doğru cavab hansı variantı olacaq? B variantı olacaq. Baxaq. Növbət testimiz 84-cü testdir. Sərbəst düşən cismin təsir edən ağırlıq qüvvəsi 1-ci saniyədə 60 joule iş görərsə, 2-ci saniyədə nə qədər iş görmüş olar? Sərbəst düşən cismin gördüyü iş necədir? 1-ci saniyədə hər saniyədə görülən iş tək ədədlərin nisbətinə bərabərdir. Yəni, 1-ci, 2-ci, 3-cü, 4-cü və n-ci saniyədə görülən iş bərabərdir. 1, yəni, məsələn, A görülürsə, 1-ci saniyədə, 2-ci saniyədə 3A görüləcək, 3-cü saniyədə 5A görüləcək, 4-cü saniyədə 7A görüləcək, 5-ci saniyədə 9A görüləcək, 6-cı saniyədə 11A görüləcək və bu formada nə edir? Davam edir. İndi bizə nə deyir? 1-ci saniyədə nə qədər iş görüb? 1-ci saniyədə gördüyü iş 60 joule-dur. Onda 2-ci saniyədə görülən iş isə bunun 3 misinə bərabərdir. Yəni, neçə joule olacaq? 180 joule olacaq. Bizdən də 2-ci saniyədə görülən işi soruşduğunda doğru cavab elə nə oldu? C variantı oldu. Yəni, bizim neçənci testimizdə? Deməli, 84-cü testdə C variantı olacaq. Yəni, doğru cavab C variantı. Gəldik, növbət testimiz 85-ci testdir. Sərbəst düşən cismə təsir edən ağırlıq qüvvəsi 1-ci saniyədə 60 joule iş görür. 1-ci saniyədə 60 joule iş görürsə, deməli, A1 bərabərdir 60 joule deyək. 2-ci saniyədə gördüyü iş bilirik ki, A2 bərabərdir bunun 3 misinə, yəni 180 joule-dur. Amma bizdən soruşur ki, 2 saniyə ərzində. 2 saniyə ərzində görülən işə də A deyək. A1 plus A2-nin nəyinə bərabər? Cəminə. Yəni 60 plus 180, o da bərabər 240 joule olacaq. 240 joule doğru cavab hansı variant oldu? D variantı. Hansı ifadə enerjiyə uyğun deyil? Enerji uyğun deyəcəm, vahidlərlə gedək. Deməli, güc vurulsun saniyə, yəni watt vurulsun saniyə. Biz bilirik ki, nədir? 1 joule-a bərabər, deməli enerjidir. Bu getdi. Kütlə vurulsun, təcil vurulsun, yol. Kütlə nədir? Kiloqram vurulsun
metr bölünsün saniyə kvadrat tərcinimiz vurulsun bir də nədir? Metrdir. Bu da bizə verəcək kiloqram vurulsun metr kvadratı bölünsün saniyənin nəyi? Kvadratı. Əlbəttə bu da 1 joula bərabərdir. O da nədir? Enerji verir. Kütlə vurulsun sürətin kvadratı belə eləyəcək. Kiloqram vurulsun sürət nədir? Metr bölünsün saniyə. Metr kvadrat bölünsün saniyə kvadrat olacaq. O da nə verəcək? Kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kvadratı. O da əlbəttə 1 joule verəcək. O da nəyin vahididir? Enerjinin vahidi. Qüvvə vurulsun yol. Qüvvə nə idi? Newton vurulsun metrdir. Yolda qüvvə newtondur. Yolda nədir? Metrdir. Bu da 1 joule verir. O da bərabər nəyə? Enerjidir. Güc vurulsun yol. Yəni watt vurulsun metr. O da bərabər. Watt nə idi? Burada açılış versək heç nə uyğun gəlmir. Deməli bu nədir? Elə enerjiyə bərabər deyil. Yəni uyğun gəlmir enerjiyə. Doğru cavabı Y variantı olacaq. Gəldik 87-ci testə. Cisim H hündürlüyündə sərbəst düşür. V0 bərabərdir 0. Hansı hündürlükdə onun kinetik enerjisi potensial enerjisindən 3 dəfə böyük olar? Yenə bu testi də müəyyən bir düsturla da həll eləmək olar. Gəlin enerjinin saxlama qanununa uyğun bir düsturla gedək. Yəni enerjinin saxlama qanunu ilə gedək. Y tam nəyə bərabər idi? Y kinetik plus Y potensiala bərabərdir. H hündürlükdən sərbəst düşür deyirsə və potensial enerji də özlüyündə deyir. Nəyə bərabərdir? Kinetik enerjisi potensial enerjisindən 3 dəfə böyükdür. Y kinetik bərabərdir 3 dənə nəyə? Y potensiala bərabərdir. Kinetik enerjisi potensial enerjisindən 3 dəfə böyük. Yəni 3 dənə mgh deyə bilərik. Yaxşı, gətirib yerinə qoysaq, bilirik, sərbəst düşdüyü anda cisim ancaq potensial enerjiyə malikdir. Mg böyük h-dır. Y kinetikin yerinə 3mg kiçik h qoyuruq, plus bəs tam potensial enerji də elə mgh-dır. Bu mg'ləri hər birinə ixtisar eləsək, böyük h bərabərdir. H plus nədə? 3 dənə kiçik h olacaq. Bizə böyük h bərabər 4 dənə kiçik h olacaq. Kiçik h-ı soruşur bizdən. Böyük h bölünsün 4. O da əlbəttə hansı variantdadır? B variantında. Doğru cavab B variantı olacaq. Növbəti testimiz 88-ci testdir. Deyir ki, sükunətdəki mərmi M1 bərabər M və M2 bərabərdir 3M kütləli 2 qəlpəyə parçalanır. Qəlpələrin aldığı sürətlərin modulları V2 bölünsün V1 və kinetik enerjidən Y2 bölünsün Y1 nisbətlərini təyin edin. Biz bilirik ki, qəlpə məsələlərində həmişə impulsun saxlanma qanunu ödənilir. Yəni, P bərabərdir konstant. İmpuls sabitdir. Qəşəng. Bizə kinetik enerjinin kütlə ilə sürətlə olan düsturu lazımdır. Baxaq görək. İmpuls sabitsə, onda sürəti tapanda mən belə yaza bilərəm. Yəni P1 bərabər nədir? P2. P1 bərabər P2-dir. P1-in yerinə M1 V1 yazaram. P2-in də yerinə M2 V2 yazaram. Yaxşı. Burada M1-in yerinə nə yaza bilərik? M. Vurulsun V1 bərabər M2-in yerinə 3M yazarıq. Vurulsun V2. Burada bunlar getdi. V1 3 dənə V2-yə bərabər olduğundan da V2 bölünsün V1 nisbəti. Yəni V2 bölünsün 3 dənə V2. Bu V2-lər ixtisar getdi. 1 bölünsün 3 verəcək. Bunu bildik. Yaxşı. Bəs ikinci halda nə edəcəyik? P kvadrat bölünsün 2M düsturundan geçsək daha məqsəd uyğun olar. Y kinetik bərabər P kvadrat bölünsün 2M. P zaten sabitdir. M-lə necə asıldır? Düz tərs mütənsib asılır. Onda Y2-nin Y1-ə nisbəti elə M1-in M2-yə nisbətinə bərabər olacaq. M1-imiz M-dir, M2-miz 3M-dir. Bunlar getdi, ixtisar bizə nə qaldı? 1 bölünsün 3. Hər biri 1 bölünsün 3-ə bərabərdir. Əlbəttə, bu da hansı variantdadır? A variantı. Doğru cavab A variantı olacaq. Gəldik 89-cu testə. Yayın uzanmasının elastiklik qüvvəsinin modulundan asılı qrafiki verilmişdir. Yayı 10 cm-dən 30 cm-ə qədər uzatdıqda elastiklik qüvvəsinin gördüyü işi hesablayın. Gəlin, verilənləri yazaq. X1 bərabərdir. Nə verib? 10 cm. Bax, 10 cm. Bu 0,1 metr verir. X2 bərabərdir. Neçə verib? 30 cm. Bu da nə qədər verir bizə? Deməli,
0,3 metr verir. Əgər deformasiyamız 10 sm oldu, qüvvəmiz neçə idi? 10 newton idi. Qüvvəni də belə yazaq. Bax, bu nələr? X-lər. Bu hissə üçün də F yazaq. F1 bərabər neçə imiş? 10 newton imiş. Bəs F2 nəyə bərabər imiş? Baxırıq, 30 olanda deformasiyamız. Bu da neçə imiş? 30 imiş. 30 newton imiş. Yaxşı, onda bizim düsturumuz necə idi? Y potensialın bizdən gördüyü işi soruşur. A bərabərdir. Y potensial 1 minus Y potensial 2'dir. Onda mən YP1'i hesablaya bilərəm. YP1 bərabərdir. F1 X1 bölünsün 2. F1'imiz nə qədərdir? 10. X1'imiz də 0,1'dir bölünsün nədir? 2. Bu bizə 0,5 yol verəcək. YP2'ni hesablasam mənə nə verəcək? F2 X2 bölünsün nədir? 2'dir. F2'miz 30'dur. X2'miz 0,3'dür bölünsün 2. Bu bizə 4,5 yol verəcək. İndi bizdən A'nı soruşur. A'nı tapsaq nə verəcək? YP1'dən YP2'ni çıxmalıyam. 0,5 yoldan mən çıxmalıyım 4,5 yolu. Bu da mənfi 4 yol vermiş olacaq. Doğru cavab hansı variantı oldu? C variantı olur. Növbət test 90-cı testdir. Üfüqi yolun AB hissəsində cismin sürəti 2 dəfə azalır. Sürtünmə qüvvəsinin işi hansı ifadə ilə təyin olunur? Biz kinetik enerji haqqında teoremdən istifadə edə bilərik. Kinetik enerji haqqında teorem nə idi? Görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Yəni mv kvadrat bölünsün 2 minus nədir? Mv 0'ın kvadrat bölünsün 2'dir. Bu ifadədən istifadə eləsək, gəlin burada yerinə qoyaq yazaq. Onda başlanğıc halda bizim kütləmiz m'dir, sürətimiz 2v'dir. Sonda sürətimiz v'dir, kütləmiz nədir? M'dir. Onda sürtünmə qüvvəsinin gördüyü işi yazırıqsa, son m vurulsun, son sürətimiz v'dir, kvadrat bölünsün 2 minus m'dir kütləmiz yenə də, başlanğıc sürətimiz 2v'dir, kvadrat 4v kvadrat bölünsün 2'dir. Burada nə verəcək? 2mv kvadratın mv kvadrat bölünsün 2'dən 2mv kvadrat bölünsün 2mv kvadratın çıxsa mənə mənfi 1,5 mv kvadratı qalacaq. Deməli, sürtünmə qüvvəsinin gördüyü iş 1,5 mv kvadrat olacaq. O da hansı variantdadır? Y variantında. Doğru cavab hansı variant oldu? Y variantı. Davam eləyək. Növbət testimiz 91-ci testdir. V sürəti ilə hərəkət edən bilyard kürəsi sükunətdəki eyni kütləli kürə ilə mütləq necə toqquşur? Elastiki toqquşur. Zərbədən sonra kürələrin sürətlərini müəyyən edin. Biz bilirik ki, istər elastiki toqquşma olsun, istərsə də qeyri-elastiki toqquşma olsun, hər iki halda impulsun saxlanma qanunu ödənilir. Yəni toqquşmadan əvvəlki impuls, toqquşmadan sonraki impulsla cəmlə nədir? Bərabər. P1, P2 bərabər. Toqquşmadan əvvəl bilirəm. Nə idi? Bununki MV'dir. Bununki isə nədir? 0'dır. Onda mən nə yazacağım? MV plus 0 bərabər. Toqquşmadan sonra nə olacaq? Toqquşmadan sonra elastiki toqquşma deyir. Baxın, elastiki toqquşma. Bura bir xəyali bir x oxu göstərək. Xəyali bir x oxu göstərdik. Ya toqquşmadan sonra əlbəttə ikinci sükunətdədirsə, hər ikisi hara doğru hərəkət edəcək? Sağa doğru hərəkət edəcək. Sağa doğru hərəkət elədiyini toqquşmadan sonra belə yazacağım. Bu sağa doğru hərəkət edirsə, kütləsi m'dir, sürətini mən bilmirəm. M, V1 deyək toqquşmadan sonra. Plus, buna da nə deyək? M, V2 kütlələri eynidir. Yaxşı, bu buna gəldi, burada dəydi. Dəydisə, yekun impuls MV verməsi üçün gərək ki, öz impulsunu neçənciyə versin? İkinci. Onda bunun sürət nəyə bərabər olacaq? 0'a bərabər olacaq. Çünki ikincinin kütləsi nə idi? M'dir də. Onda ikincinin sürəti V olmalıdır ki, hara doğru? Sağa doğru V sürəti ilə hərəkət edir. Bunun sürəti V olacaq. Bunun sürəti isə nə olacaq? 0. Doğru cavab hansı variant oldu? D variantı. 92. V sürəti ilə hərəkət edən kürəcik sükunətdəki eyni kütləli kürəciklə mütləq qeyri-elastiki toqquşur.
Kürəcin kinetik enerjisinin hansı hissəsi daxili enerjiyə çevrilər? Bunu bir düsturla da həll eləmək olar. Nə idi düsturumuz? Deməli, belə eləyək. Y kinetik bölünsün delta Y kinetik bərabər səfərsə belə idi düsturumuz. M1 bölünsün M1 plus nə? M2. Lap yerinə qoysaq, M1'imiz M2 bölünsün M1 plus M2 idi. Deyəsən belə idi. M bölünsün, təbii ki, məndə əzbər qabiliyyəti o qədər də güclü olmadığına görə düsturları əzbərləyə bilmirəm. M plus bu da M'dir. Məxrəc 1 bölünsün 2 verəcək. Yəni 1 bölünsün 2-yə bərabər doğru cavab B'dir. Amma gəlin biz bunu belə getməyək. Təbii ki, daha yaxşı gedə bilərik bunu. Yəni əlimizdə imkan varsa daha yaxşı gedək. Baxırıq. Deməli, toqquşmadan əvvəl bizim enerjimiz nə idi? Bax, toqquşmadan əvvəl. Birinci enerjisi, bax yazıram. Birinci enerjisi MV'dir. İkinci enerjisi nədir? 0. Toqquşmadan əvvəl onda mən nə yazacağım? Y1 deyək buna. MV kvadrat bölünsün 2'dir. Plus nədir? Bir də 0 yazacağım. Yekunda bizə MV kvadrat bölünsün 2 qalacaq. Toqquşmadan sonra Y kinetik 1 deyək buna. Buna da Y kinetik 2 deyək. Toqquşmadan sonra neyniyəcək? Təbii ki, bunlar toplanacaq su kütlələri M1 plus M2, yəni M1 plus M2 vurulsun toqquşmadan sonraki sürətə də V deyək. Bölünsün V eşitlik deyək. V eşitliyin kvadrat bölünsün nə olacaq? 2 olacaq. Toqquşmadan sonraki kütlələr 2M olacaq. Bir M buradadır, bir M də buradadır. 2M V eşitliyin kvadrat bölünsün nədir? 2 olacaq. Deməli, V eşitliyin kvadrat bölünsün 2. Bu V eşitliyi biz buradan tapa bilərik. V eşitlik bərabərdir. Nə idi ikinci sükunətdədirsə? M1 V1 bölünsün M1 plus nədir? M2'dir. Yerinə qoyuruq. M1'imiz nə qədərdir? Deməli, M-dir. V1'imiz də V-dir. Bölünsün 2M. Bu da nə verəcək bizə? M-lər də təbii ki, ixtisar edəcək. V bölünsün 2 qalacaq. Gətirib yerinə qoysaq, nə verəcək? Burada təbii ki, bunlar ixtisar getdi. Yerinə qoysa M vurulsun. Deməli, V kvadratı bölünsün neçə olacaq? 4. Yəni, qısası MV kvadrat bölünsün 4'ə bərabər olacaq. MV kvadrat bölünsün 4. İndi bizdən nəyi soruşur? Deməli, bunu silək buradan. Deməli, MV kvadrat bölünsün 4'dür. Yaxşı, bəs necə hesablaya bilərik? İndi itirilən enerjinin dəyişməsini hesablayaq və yaxud itirilən enerjini hesablayaq. Y bərabərdir toqquşmadan sonra delta Y deyək. Nə verəcək bizə? Y nədən? 1-dən Y2'ni çıxmalıyım. Y1 minus nədir? Y2'ni çıxdım. Y1 nə idi? MV kvadrat bölünsün 2 minus MV kvadrat bölünsün 4 olacaq. Y kinetik 2-də nədir? Y kinetik 1, bu da Y kinetik 2 deyək. Bu da bizə verəcək MV kvadratı bölünsün 4 verəcək. Yəni yekunda budur. Bizdən deyir ki, itirilən enerjinin hansı hissəsidir? Tam enerjinin hansı hissəsidir? Yəni Y kinetik 1'in delta Y kinetikə nisbətini soruşur. Bu da nəyə bərabər olacaq? MV kvadrat bölünsün 2 bölünsün MV kvadrat bölünsün neçə? 4. Bu da gəlin yerlərini dəyişik yazaq. Deməli, itirən enerji tam enerjinin hansı hissəsi dediyinə görə delta Y-ni Y-yə bölmək. Burada da biraz düsturda bu delta Y-ni Y-yə bölmək lazımdır. Düsturda da biraz yanlışlıq eləmişik. Nəysə. Onda mən nə deyəcəm? Delta Y kinetiki nəyə bölmək lazımdır? Y kinetikə 1'ə bölmək lazımdır. Onda mən nə yaza bilərəm? Deməli, MV kvadrat bölünsün 4'ü mən MV kvadrat bölünsün 2'yə bölmüş olacağım. Bunlar getdi, bizə qaldı 0,5. Deməli, nəymiş? Nisbət 0,5'ə. Yəni, istəsəz bundan gedin, istəsəz də bundan gedin. Hər iki halda doğrudur. Amma bir şey deyim ki, xüsusilə abituriyentlərin qəbul imtahanlarında ətraflı yazıca belə bir şey düşsə, bir düsturla getsə,
Hardasa düzgün qəbul eləyərlər, amma tam bal vermə ehtimalı biraz azdır. Amma bu üsulla getsək, təbii ki, bizə tam bal vermə ehtimalı %100-dür. Yəni tam bal verə bilərlər. Yəni verməsələr də məncə düşünürəm ki, mübahisə eləmək olar onun üzərində. Növbət testimiz 93-cü testdir. Deyir, yayı 2 sm uzatmaq üçün 4 yol iş görmək lazımdırsa, həmin yayı 3 sm sıxan qüvvə nə qədər iş görər? Biz deyəsən biraz öncə 92-ni yazmışdıq da, ardıcıl gedək, baxaq. Kürəyin kinetik enerjisi hansı hissəsi? Bəli, 92-ni yazmışdı. Növbəti 93-cü testimizdir. Deyir, yayı 2 sm uzatmaq üçün 4 yol iş görmək lazımdır. Həmin yayı 3 sm sıxan qüvvə nə qədər iş görər? Baxaq. Əgər mən 2 sm sıxaraq 4 yol iş görürəmsə, görəsən yayın sərtliyi nə qədərdir? K-nın düsturunu bilirəm. Bax, Y potensialı yazaq. K x kvadrat bölünsün 2 ilə gedə bilərik. Yəni, buradan K-nı tapsaq, ya eyni yay olduğuna görə, 2y potensial bölünsün nədir? X kvadrat olacaq. 2 vurulsun, y potensialımız 4-dür. X-imiz 0,2-dir. Kvadratı belə yaza bilərik. 4 vurulsun 10 üstü mənfi 4. Bu 4-dən bu ixtisar getdi. Bizə nə qaldı? Yuxarı qaldırsaq 20.000 eləyəcək. 20.000 Newton bölünsün metr. Bunu tapdıq. Bizdən soruşur ki, 3 sm sıxan qüvvə nə qədər iş görər? Sıxan qüvvə nə qədər iş görər? İndi baxaq. Görülən işdə potensial enerjinin dəyişməsinə bərabər olduğuna görə onda A bərabərdir Y potensial, delta Y potensial. Delta nə dedik? Y potensialdır. Bunda belə bir şey eləyə bilərik. Bunu da yerinə biz lap yaza bilərik. Kx2-nin kvadrat bölünsün 2. K-mız neçədir? 20.000-dir. Vurulsun x2 nə qədərdir? 0,3-dür. Bunda kvadrat şəklində yazsaq 9 vurulsun 10 üstü mənfi 4 bölünsün. 20.000-in bir sıfırını yeməyək. Bölünsün nədir? 2-dir. Burada nələr ixtisar getdi? 2 ilə bu 2 getdi ixtisar. 10 üstü 4 ilə, mənfi 4 ilə bu da getdi. Elə 9 yol olacaq. Doğru cavab hansı variant oldu? C variantı olur. Cismin çevri üzrə dövrətmə periodu T bərabər 4 saniyədir. A vəziyyətini keçəndən sonra 10-cu saniyənin əvvəlində cismin impulsunun istiqamətini müəyyən edin. Periodumuz 4 saniyədir, qəşəng. Bizə verilən saniyə isə 10-cu saniyənin əvvəli deyirsə, demək söhbət 9 saniyədən gedir. 10-cu saniyənin əvvəli 9-un sonu olduğuna görə elə 9 saniyə deyil. Bunu gəlin 4 bərabər hissəyə bölsək. Buradan deyək ki, bu formada gəlir. Onda bura 1 saniyədir. Bura 1 saniyədir, bura 1 saniyədir, burada 1 saniyədir. Yəni, dövrətmə periodumuz ümumilikdə neçə saniyədir? 4 saniyə. Bu cisim 1 tam dövr edəndə deməli 4 saniyədir. 4 saniyə getdi. 9 saniyənin 4 saniyəsi getdi. 2 tam dövr edəndə 8 saniyəsi gedir. Geri neçə qaldı? 1 saniyə qaldı. Onda 1 saniyə, qalan 1 saniyəyə hansı hissəsin gələr? Qalan 1 saniyə əlbəttə nədir? Bura gəlir. Bu nöqtədən isə təbii ki, bizim impulsumuz hara doğru yönələcək? Əlbəttə aşağı doğru yönələcək. Doğru cavab hansı variant oldu? B variant. Yəni impuls toxunan istiqamətdə yönəlir və o da nədir? Aşağı doğru. Kütləsi M bərabər 200 qram olan kürəcik çevri üzrə V bərabərdir 10 metr bölü saniyə sürətlə hərəkət edir. Delta T bərabər 2-də 3T. 2-də 3-ü mən belə yaza bilərəm. T plus 2-də 1T kimi yaza bilərəm. Yəni, burada tam periyodda impulsun dəyişməsi 0-a bərabərdir. Onda bizə o tam periyod yox, 2-də 1 hissəsi lazımdır. Onda mən buradan nə yazacağım? Delta T bərabər 2-də 1T. Onda delta P nəyə bərabərdir? Impulsun dəyişməsi modulu 2mv'yə bərabərdir. Bizdən deyir ki, cismin impulsun dəyişməsi modulunu hesablayaq. Delta P bərabərdir. 2 vurulsun. M nə qədərdir? 0,2. V nə qədərdir? 10'dur. Sonra onda 2-ni 10'a vursam 2, 2'yə də vursam 4. 4 kilogram vurulsun. Metr bölünsün nə olacaq? Saniyə. Baxaq görək varmı? 4 kilogram vurulsun. Metr bölünsün saniyə. Doğru cavab hansı variant oldu? D variantı olacaq.
Növbət testimiz 96-cı testdir. Kütləsi 2 kiloqram olan cismin sürətin proyeksiyasının zaman qrafiki verilmişdir. 10 saniyə ərzində cismə təsir edən qüvvələrin əvəzləyicisinin gördüyü işi hesablayın. Qüvvələrin əvəzləyicisinin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Yəni mv kvadrat bölünsün 2 minus mv sıfırın kvadrat bölünsün 2'dir. Yaxşı, yerinə qoysaq A bərabərdir. V sıfırımız mənfi 20'dir. Son sürətimiz isə sıfıra bərabərdir. M'imiz isə 2'dir. 2 vurulsun. 0 bölünsün 2 minus 2 vurulsun. V'miz nə qədərdir? 20'dir kvadrat. 400 verəcək bölünsün 2. Burada bunlar ixtisari getdi. Ümumiyyətlə bu isə 0'a bərabər. Bunlar getdi mənfi neçə? 400 joule. Baxaq görək varmı elə variant? Doğru cavab A variantı olacaq. Kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kubu hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Əlbəttə bu gücün vahidinə uyğun. Doğru cavab hansı variant oldu? Y variant. Yarlar sisteminin potensial enerjidən YP1-in YP2-yə nisbətini hesablayın. Gəlin hesablayaq. Görəsən nəyə bərabərdir potensial enerji? Burada potensial enerjiyə diqqət eləsək K'lar. Burada neçə K'dır? Ümumi sərtlik 2K'dır. Burada isə K bölünsün 2'dir. Uzanmalar haqqında nə deyə bilərik? Uzanmaları buradan 4M kütləli cisim asmışam. Neçə M kütlədir? 4M kütləli cisim asmışam. Buradan isə 2M kütləli cisim asmışam. Yaxşı, uzanmalar haqqında da belə bir şey deyə bilərik. Deməli, yaylar sisteminin potensial enerjilərinin nisbətini tapın. Onda mən belə bir şey eləyə bilərəm. Birinci üçün belə bir ifadə yaza bilərəm. Y potensial. Burada elastiklik qüvvəsi elə nəyə bərabər? Bu yayın ağırlığına bərabər. Sistem tarzıdır. Burada da ikinci yayın ağırlığına bərabər. Burada YP1'i mən belə yaza bilərəm. F kvadratı bölünsün 2K'dan M1 kvadratı J kvadrat bölünsün nədir? 2K kimi yaza bilərəm. Aha, K1 deyək buna da. K'larını hələ yerinə qoymayaq. Lap yerinə qoysaq, YP1 bərabərdir. M'imiz nə qədərdir? M'imiz 4M'dir. Kvadratı neçə verəcək? 16M kvadratı J kvadrat bölünsün nə? 2 vurulsun. K'sına neçə K'dır? 2K'dır. Yəni, qısası bizə neçə qalacaq? Burada 2 ilə bu 16'nı ixtisar etsək, bizə 4. Və 4 M kvadratı J kvadrat bölünsün K qalacaq. Baxın, birinci üçün tapdıq. Birinci üçün budur, qalsın burada. YP2'ni yazsaq, YP2 bərabərdir. F kvadratı bölünsün, F2'nin kvadrat bölünsün nədir? 2K2 deyə bilərik. Da yerinə eyni qaydada M2'nin kvadratı J kvadrat bölünsün 2K2 kimi ifadə eləyə bilər. YP2 bərabərdir. M2 nə qədərdir? 2M'dir kvadrat 4M kvadrat vurulsun. J kvadratı bölünsün 2 vurulsun. K'sı nə qədərdir? K bölünsün 2'dir. Burada bunlar getdi. Bizə qaldı 4M kvadratı J kvadrat bölünsün K qaldı. Hər ikisi 4M kvadrat bölünsün J kvadratı K'dır. Onda bu nisbəti biz yazsaq YP1'in YP2'yə nisbəti bərabərdir. Bax, birinci üçün nə yazıram? 4M kvadrat J kvadrat bölünsün nədir? K'dır. İkinci də 4M kvadratı J kvadrat bölünsün nədir? K'dır. Burada bunlar ixtisar getdi. Buradan da bu ixtisar getdi. Nisbət nəyə bərabər oldu? 1'ə doğru cavab hansı variant olacaq? 98'də C variantı olacaq. Deməli, doğru cavab C variantı oldu. 99. Kütləsi M1 bərabər M və M2 bərabərdir. 2M olan 2 kürəcik eyni başlanğıc kinetik enerji ilə şaquli istiqamətdə yuxarı atılmış. Onların maksimal qalxma hündürlüklərini müqayisə edin. Maraqlı bir sualdır. Baxaq. Eyni sürətlə neyniyib? Yuxarı atılıb. Eyni başlanğıc nə ilə? Kinetik enerji ilə yuxarı atılıb deyir. Onların nəyini tapın deyir? Onların maksimal qalxma hündürlükləri. Baxın, bura yer səthidir. Aha. Bax, bu cismi şaquli yuxarı atıram. Bunu da yuxarı atıram. Atdığım andakı sürətləri eyni başlanğıc kinetik enerjidən atdığına görə V0 1 deyək buna. Buna da V0 neçə? 2 deyək.
Y kinetik 0,1 bərabərdir. Y kinetik nəyə? 0,2-yə. Bəs atıldığı anda bu cismin potensial nəyə bərabərdir? 0-a bərabərdir. Onda Y tam bərabər olacaq. Y kinetik 0-a bərabər olacaq. Yaxşı, bu atdıq, gəldik maksimal nöqtəyə çatdı. Həmin nöqtədə artıq Y kinetiki 0-a bərabər olacaq. Onda biz nə deyəcəyik? Y potensialın maksimal qiyməti, baxın, maksimal qiyməti nəyə bərabər olacaq? Y tama bərabər olacaq. Bəs Y potensialın maksimal qiyməti nədir? Y potensialın maksimal qiyməti mc böyük h-dır. Onda burada da biz Y tamı necə yaza bilərik? Y tam bərabər mc böyük h kimi ifadə eləyə bilər. Onda mən nə deyəcəm? Burada eyni qaydada v kvadrat, v0-ın kvadrat bölünsün. Bizə nələri soruşur? Bizdən soruşur ki, bölünsün 2 yazaq. Kürəciş eyni başlanğıc kinetik enerji ilə şaquli yuxarı atılıb. V-lər V0 arasında münasibəti tapmalıyıq əvvəlcə təbii ki. V0 arasındakı münasibəti tapandan sonra artıq da H-lar arasındakı münasibəti tapa bilərik. Yaxşı, yerinə qoyaq, belə bir şey eləyəcək. M V0-ın kvadrat bölünsün 2 bərabər mc böyük h-a. Buradan da nələr ixtisar gedəcək? Əlbəttə, m-lər ixtisar gedəcək. M-lər ixtisar getdi. M-i nəzərə almayacağıq. Onda V ilə gedərik. V ilə gedək. V ilə getsək nə verər? Əslində burada düzgün getmişik. Burada bir şeyə diqqət edək. Buradan necə tapa bilərik? Elə birbaşa gedək. V0 bərabər nədir? Kökdə 2j-h-dır. Bunda mən Y kinetik 0 elə nədir? mch-a bərabərdir də. Elə deyil. Onda mən yazacağım Y kinetik 0 m V0 kvadrat bölünsün 2 deyilmi? Elə buradan davamını yazaq. M V0-ın kvadrat bölünsün 2-dir. Onda mən yerinə qoysam M kvadratı elə birbaşa nə deyə bilərəm? mch deyə bilərəm. Yaxşı, onda biz nə deyəcəyik? M-lə mch-dır. M-lə necə asıldır? Y kinetik 0-ları eynidir. H M-lə böyük h deyə bilərik bundan. Tərs asıldır. Onda mən nə deyə bilərəm? H1 bölünsün H2 bərabərdir. Bir dəqiqə bunu silək. Biraz diqqətli olaq. H nəyin? 1 bölünsün H2 bərabər M2 bölünsün nədir? M1-dir. Onda onların maksimal qalxma hündürlüklərini müqayisə edin. Deməli, M1-imiz, M2-miz nədir? 2M-dir. M1-imiz də M-dir. Bunlar getdi, 2 verdi. H1 2H2-yə bərabərdir. Doğru cavab hansı variantı oldu? B variantı. Amma burada biz belə getməyimiz məqsədə uyğun uydumu? B variantı düzdür. Gəlin bunu biz başqa cürdə gedə bilərik. Baxın, bu hissələri gəlin bir balaca təmizləyək. Deməli, bu hissəni mən təmizlədim. Deməli, bir balaca. Çox istəyilməyək buraları. Təmizlədik. Bərabərləşdirək. Burada bərabərləşdirsək nə verəcək? Y tam, burada Y tamdır, burada Y tamdır. Bərabərləşdirsək, elə bizə belə bir ifadə verəcək. Yenə eyni şeyə gəlib çıxır. Elə doğru cavab nədir? B variantı. Yenə biz bərabərləşdirsək, Y kinetik 0 bərabərdir. Nə deyəcək? mc böyük h deməliyik. Burada zaten Y kinetik 0 sabitdir. Burada h m-lə necə asılıdır? Düz mütənsibası. Yəni son nəticədə eyni varianta gəlib çıxırıq. Doğru cavab hansı variantı oldu? B variantı. Növbət testimiz sonuncu 100-cü testdir. Baxaq görək 100-cü testdə nə deyir? Şaquli istiqamət yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünü 2 dəfə necə artırmaq olar?
Maksimal qalxma hündürlüyünün düsturunu bilirik. H maksimal bərabərdir nə idi? V0-ın kvadrat bölünsün 2J-dir. Bunu M-ə bölək, M-ə vuraq. M V0-ın kvadrat bölünsün 2MJ olacaq. Yəni yuxarıda Y kinetik 0 deyə bilər. Aşağıda da MJF deyə bilərik və yaxud da elə olduğu kimi yəni saxlaya bilərik və yaxud da MJ kimi saxlaya bilərik. Deməli, başlanğıc sürətini 2 dəfə artırdıqda əksinə neçə dəfə? 4 dəfə artacaq. Bu olmaz. Başlanğıc sürətini 4 dəfə artırdıqda 16 dəfə artacaq. Bu olmaz. Başlanğıc impulsunu 2 dəfə artırsa, başlanğıc impulsundan da belə yazaq. P0-ın kvadrat bölünsün 2MF olacaq. Düz kvadratikdir. Başlanğıc kinetikini 2 dəfə artırmaqla, bəli, elə doğru cavab hansı variant oldu? De. Çünki başlanğıc kinetik enerji ilə necə asıldır? Düz mütənsib asıldır. Əziz izləyicilər, bu 100-cü, yəni sonuncu testimizin izahı idi. Növbəti video izahımız isə 100-dən 150-yə qədər olan hissəsinin izahı olacaq. Həmin video izahda görüşmək ümidilə. Sağ olun, özünüzdən müğayət olun.